Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin və ali Muhammed. Salamlayırıq əziz, dəyərli izləyiciləri, müsəlman, mömin bazı qardaşları. İnşallah yeni bir bölməyə başlayırıq. Şəriət hökmləridir. Şəriət hökmlərini inşallah sizlərə təqdim edəcəyik. İlk birinci, əvvəlcədən bugünkü gün münasibəti ilə 7-ci İmam Musa Kazım əleyhissalamın qızı, İmam Rıza əleyhissalamın bacısı, Həzrəti xanım Məsumənin mövludu münasibəti ilə hər birinizə göz aydınlığı verdik. Keçək inşallah mövzumuza. Birinci mövzu, bilirsiniz, şəriət kitabını açan kimi qarşımıza çıxan ilk mövzu budur, təqlid. İlk birinci biz danışaq, təqlid nədir? Təqlid qələdə kökündən gəlib və mənası boyundan asmaq, tabe olmaq mənalarına gəlir. Bu onun lüğəti mənası idi. Terminoloji olaraq isə fiqhi məsələlərdə bilməyən bir kəs, bilən, yəni ələm, alim müctehidə təqlid eləməli və onun göstərişlərinə əməl eləməlidir. Bilirsiniz ki, bu kəlmə bizim dildə də çox işlənilir. Birini təqlid eləmək, birini yamsılamaq. Şəriət bizə bunu fiqhi məsələlərdə vacib hesab edir. İkinci məsələ budur ki, hansı yöndə təqlid eləməliyik? Alimlər usul-i-din məsələlərində, yəni tövhid olsun, Allahın birliyi, Allahın varlığı, peyğəmbərlik, imamət, bu məsələlərdə təqlidi icazəli bilmirlər. Səbəbi də ondan ibarətdir ki, çünki insan öz əqli ilə, yəni öz ağlı ilə dəlillərə əsaslanaraq bu məsələlərdə xatircəm olmalıdırlar. Lakin fiqhi məsələlərdə isə təqlid bizə vacib olur. Diqqət eləyək ki, təqlid niyə vacibdir? Təqlid o səbəbdən vacibdir ki, biz həyatımızın hər bölməsində hansısa bir işimizdə olsun və yaxud da ki, hər hansısa bir işimizdə olsun ki, biz təqlid edirik. Məsələn, xəstə insan özü bilmir ki, o xəstəlik nədir, onu necə müalicə olunar. Gedir həkim yanına, bu həkimə təqlid eləməkdir. Və yaxud da ki, bilməyən adam neyinir? Gedir müəllimin yanına öyrənir. Yəni, bəzən insanlar təqlidə o qədər qorxunç bir şeyə çeviriblər ki, amma demək olar ki, dünyada elə bir insan yoxdur ki, o təqlid eləməyə. Hansı bölmədən baxsan, təkcə biz şəriət bölməsindən baxmayaq. Məsəl üçün, elə insan var, öz atasına təqlid edir, müəlliminə təqlid eləyən var, həkimə təqlid eləyən, hansısa bir məşhuru yamsılayan, yəni təqlid, yamsılamaq. Məsələ bundan ibarətdir. Demək, təqlid eləmək dedik ki, vacibdir, amma alimlər 3 yol buyurur. Birinci yol budur ki, şəxsin özü ictihad dərəcəsinə çatar. Yəni, müctehid olan kəs oxuyur, neçə illərini sərf eləyir, artıq Quran və sünnədən şəriət hökmlərini çıxarmaq gücünə malikdir. Qeyd eləyək ki, dünyada yəni bütün müsəlmanlar bu işi görməyə mümkün deyil, qeyri-mümkündür və ona görə də xüsusi kəslər var ki, alimlər, yəni o müctehidlər ki var, onlara vacib olur ki, biz onlara təqlid eləyək. Birinci bölmə budur ki, insanın bir özü müctehid olsa, yəni ictihad əhli olsa, o heç kimə təqlid eləməyi vacib deyil. Yəni özü öz şəriət məsələlərini yerinə yetirə bilər. İkinci yol budur ki, ehtiyat yolu. Yəni kəs ehtiyatən davranır, belə qeyd edəcək ki, yəni təqlid eləmir, amma bütün müctehidlərin nəzərini öyrənir. Öyrəndiyi zaman, məsəl üçün, bir qrup müctehid musiqiyə halal deyir, bir qrup müctehid, məsəl üçün, ehtiyatən haram deyir. Bu kəs ehtiyatən haramı seçməlidir. Yəni, bu kəs haram ehtimalı olan şeylərdə özünə haram eləməlidir. Ehtiyat vacib deyilən məsələlərdə isə o işi görməlidir ki, tam xatircəm olsun. Yəni, bu ehtiyat yoludur. Alimlər deyirlər ki, bu yol çətin olduğuna görə və insanlar ictihad dərəcəsinə çatmadığına görə bizə buyururlar üçüncü yolu ki, təqlid eləmək yolunu. Təqlid eləmək yolu da bu yoldur ki, yəni insan, şəxs özü yəqinliyə çatır və yaxud iki adil şəxs tərəfindən yəqinliyə çatır. Yəni iki adil şəxs ondan gedir ki,
ələm şəxsləri tanıyan, yəni müctehidlə ələmi tanıyan və yaxud da ki, bir qrup elm əhli bir kəsin ələm olduğunu deyə və onların dediyindən xatircəmlik, yəqin hasil ola. Bu zaman, yəni insan dövrünün ən ələm müctehidinə təqlid eləyir. Kimə təqlid etmək olar? Bir məsələ də budur ki, kimə təqlid eləyəcəyik? Aqil olmalıdır, ağlı başında olmalıdır, hədd-i bülluğu keçməlidir, 12 imam şiyəsi olmalıdır, ədalətli olmalıdır, diri olmalıdır, yəni həyatda yaşayan, bu həyatda yaşayan məsələsini biz gələcək dərslərdə danışacağıq daha ətraflı və halalzadə olmalıdır, qeyd olunur. Və bir məsələni də qeyd eləyək ki, Quranda da bu məsələ qeyd olunur, yəni ki, əgər bilmirsinizsə, bilənlərdən soruşun, zikr əhlindən soruşun. Quranda da həmin, baxın, bu təqlid məsələsi qeyd olunmaqdadır. Təqlid haqqında ilkin məlumatları nəzərimizə çatdırdıq. Allahın izni ilə gələn dərslərdə təqlidin hökmlərinə keçəcəyik. Vəssalamu aleykum və rəhmətullah.